Kəlbəcərin işğal tarixindən danışacağıq. Bilirsiniz ki, 1993-cü il aprelin 2-sində Kəlbəcər işğal olundu və ərazini tərk etmək üçün sakinlərə cəmi 10 saat vaxt verildi. Ardınca da bir neçə kəndlərdə, xüsusilə də Başlıbel kəndində olmazın hadisələri törədildi. Ümumiyyətlə, Kəlbəcər bütün dövrlərdə Azərbaycanın kifayət qədər iqtisadi resurslarına sahib olan bir ərazilərdən idi. İndi biz bu rayonun həm işğal tarixindən, həm də iqtisadi potensialından danışacağıq. Qonaqlarımız isə keçmiş millət vəkili Əli Hüsət Ağalarov və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, İqtisad elmləri doktoru Aqil Əsədovdur. Salam hər birinizə, salamlayıram, xoş gəlmişsiniz. Salam, xoş gəlmişsiniz. Əli Hüsət müəllim, ümumiyyətlə belə deyək ki, istəyərdim ki, az öncə qeyd etdiyimiz kimi, kifayət qədər bir yaxın tariximizə nəzər salaq və istəyərdim, həmin dövrdə mən bilirəm ki, siz belə deyək ki, proseslərin içərisindəydiniz, necə deyərlər. Hadisələr necə cərəyan etdi? Ümumiyyətlə, hardan başlanıldı? Proseslər necə baş verdi? Bismillah xanım, Kəlbəcərin işğalı, ümumiyyətlə, Azərbaycanın Qarabağ bölgəsinin ermənilər tərəfdən işğalı, tək ermənilər tərəfdən deyildi. Zaman-zaman erməni, rus birləşmələri 50-ci illərdə hətta, deyək ki, 50-ci illərdə hətta Stalinin qarşısında məqsəd qoymuşlar, məsələ qaldırmışlar ki, Kəlbəcər rayonu iqtisadi cəhətdən əhəmiyyət kəsb eləmir, Kəlbəcər rayonu köçürülməlidir, ora yaylaq olmalıdır. Məqsəd o idi ki, o da Mikayan Moskvada idi, onun tarixi faktlardır bunlar ki, Kəlbəcəri ancaq heyvandarlıq zonası, yaylaq zonası eləsinlər və Ermənistanın bir hissəsi Ermənistana verilsin ki, o yaylaq zonası, bir hissəsi Azərbaycanın Aran rayonlarına, yaylağa köçsünlər. Onda Kəlbəcərə təbliğatçılar getdi, Mərkəzi Komitənin nümayəndələri gəldi. Kəndlərdə cəmaatın müqaviməti ilə çox sərt rastlaşdılar. İzah eləyirdi ki, kənd-kənd yığırdılar, Sovetlik ki, bəs Kəlbəcərin vəziyyəti çətindir, biz sizi daha rahat yerlərə aparacağıq. O cəmaat da əslində bilirdilər ki, belə bir rahat yer haradır. Məsələn, çünki 48-50-ci illərdə Ermənistandan bizim soydaşlarımızı köçürəndə Aran rayonlarına dağ cəmaatını gətirib tökmüşdülər. Kürün qırağına, Arazın qırağına, Yevlax, Bərdə, İsalyan. O rayonlardakı o cəmaat orada uyğunlaşa bilmirdi. Çünki dağdan gəlmiş adam, deyək ki, dağ havasını öyrəşmiş adam, relyefə uyğunlaşmış, iqlimə uyğunlaşmış adamlar orada yaşaya bilməzdilər. Kəlbəcər cəmaatı bunu bilirdi, görmüşdülər, gözlərinin qabağında olanda olduğuna görə çox kəskin etirazlar bildirdilər. Hətta Mərkəzi Komitədən gələnin birinə çox kəskin ifadələrlə, ağır ifadələrlə iclasdan qovmuşdular. Kəndlərin birində olmuşdu bu. Bu, ümumiyyətlə, işğal faktının başlanğıcı idi mi bu? Əslində elə o vaxtdan başlayırdı. Sonra zaman elə oldu ki, cəmaat əksinə müqavimət göstərdi, gördülər mümkün olmadı, bunu dayandırdılar. Mikayan Nuarusu həyata keçmədi. Ondan sonra Kəlbəcərin həmişə ermənilərin gözü olub. Siz o Qızıl Mədəni yadınızda bilirsiniz, o Qızıl Mədənin ermənilər demək, tam sərhəddən keçir belə. Düzdür, o özü bütün Göyçədir, basar keçərdi. Bizim Azərbaycan dədə-baba yurdumuzdur, torpaqlarımızdır. Onlar başlar o zavodu, o qızılı çəkməyə. Nə cür çəkirdilər? Əvvəlcə bölgü idi ki, dağ zirvəsi ilə o üzü Ermənistana düşmüşdü, bu üzü Azərbaycana düşmüşdü. Onlar tunellər vururdular. Tunellər vasitəsindən gəlib çıxmışlar Söyüdlü yaylağının Söyüdlüyə, birbaşa Söyüdlüyə. Orada təsadüfən o uçmuşdu. Cəmaat onda biləndə ki, ermənilər artıq buradan qızıl apardılar. Ondan sonra biz məsələ qaldırdılar. Hətta o vaxtı birinci katib Bakıya gəldi. Bakıda ona demişdilər ki, bu SSR miqyasına gedir də, Ümumi İttifaq Mərkəzinin xəzinəsinə gedir. Yəni, bunun bir ciddi bir problemi yoxdur falan. Amma cəmaat artıq öz sözünü dedi və o şey dayandı o proses. Ondan sonra 88-ci ildə artıq bunlar münbit şərait gözləyirdilər. 85-ci ildə bu Qarbaçov gəldi hakimiyyət, ermənilərin diktəsi ilə. Ermənilər, bilirsiniz, 85-ci ildə artıq Qarbaçovun arvadı həmin ermənilərə söz vermişdi. Aqam Bekyanın Fransada çıxışı olmuşdu. Erməni ziyalıları, ziyalı da demək olmaz, tarixçiləri, dırnaqarası tarixçiləri zaman-zaman uydururdular ki, Kəlbəcər qədim Ermənistan torpağıdır. O cəmaat buradan köçməlidir, bura ermənilər gəlməlidir, ermənilər yaşamalıdır. Məsələni belə qoydular ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi. Kəlbəcər də Dağlıq Qarabağ ərazi cəhətdən Ermənistanla Dağlıq Qarabağın arasında bufer zona idi. Yəni, Kəlbəcərin heç bir aidiyyəti yox idi, deyək ki, nə Ermənistana, nə Dağlıq Qarabağa. Sadəcə bufer zona idi. Bunu Kəlbəcəri aradan götürmək üçün götürdülər ki, Dağlıq Qarabağın Ermənistan arasında birbaşa əlaqə yaransın. Kəlbəcərdən hətta o vaxt SSR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin rəhbəri gəlib çıxmışdı Kəlbəcərə ki, Göyçədən birbaşa Ağdərəyə yol çəksinlər.
Yəni Kəlbəcərin kəndlərinin içindən birbaşa yol çəksin ki, sərbəst bir koridor kimi, dəyəndi Zəngəzur dəhlizi deyirlər, belə bir şey. O zaman onun da qarşısı alındı. Düzdür, yerli cəmaatın, rəhbərliyin, Allah onun dərimizə rəhmət eləsin, Heydər Əliyevin çox böyük onda xidmətləri oldu ki, bu dayandırıldı. Onlara imkan vermədilər. Amma məqsəd o idi, əslində birləşdirmək istəyirdilər bir dəfəlik. Alınmayandan sonra, mümbit şəraiti Qarbaşov yaradandan sonra, 88-ci hadisələri yadınızdadır, başlayanda artıq Kəlbəcərin işğal dövrü başladı. Nə cür başladı? Kəlbəcərin bütün elektrik xəttləri Ağdam ərazisindən keçirdi. Dağlarla yüksək gərginli elektrik xəttləri. Ermənilər Ağdam ərazisindən keçən bütün Sırxavənd deyilən ərazidən, Laçınla Kəlbəcərin arasındakı məsafədən bütün o dirəklərin hamısını söktülər, yandırdılar, tökdülər və işıq kəsildi. 5 il Kəlbəcər işıqsız yaşadı. 5 il. Təsəvvür edin ki, hətta biz ora generator göndərmək istirdik, böyük generator, xırda generatorlar var idi cəmaatda, amma böyüyün də keçmək mümkün deyildi, çünki Laçın tərəfdən gəlirdi, Laçın yolundan. Laçın istiqamətindən gələn yerlərdən də tunel deyilən köhnə bir tunel vardı Kəlbəcərin, o vaxt 55-ci ildə çəkilmişdi. O tuneldən keçə bilmədi o transport. Onu sonra dağ yollarla, bir zülümlə apardıq çıxartdılar Kəlbəcərə ki, heç olmasa rayon mərkəzində işıq olsun. Biz zastavalar təşkil edirik. Kəlbəcər cəmaatı ümumiyyətlə 5 il dişi ilə, dırnağı ilə vuruşdu. Mən sizə deyim, silahsız, silahları yığırdılar. Nə qədər Bakıdan silah aparırdılar. Nə qədər silah daşıdıq, tökdük ora. Və hətta o vaxtı, ilki vaxtlar, 88-89-cu illərdə cəmaatın əlində ov silahlarını da yığdılar ki, tərksilah eləsinlər. Amma yenə cəmaat dözdü. Nə işığa baxdılar, qaranlıqda, lampa işığında, dədə-babadan qalması da, İnqilabdan əvvəlki dövrü, filan Sovetin ilk illərindəki kimi çox primitiv şəkildə, amma cəmaatdakı vətənpərvərliyi hissini öldürə bilmədilər. Nə torpağa bağlılığını, məsələn, bəlkə deyə bilmərəm indi hansısa şey, amma bəlkə də ayrı adam olsaydı, ayrı adamlar köçərdilər ki, yaşaya bilmirik. Bir nəfər Kəlbəcərdən köçmədi. 93-cü ilin aprelin 1-nə, 2-sinə qədər, bugünkü tarixə qədər, oradan 2 ya 3 adam köçmüşdü. Cəmaat onu belə qınağa tutdu, qaytardılar Kəlbəcərə, getdilər, bütün ev əşyalarını qaytardılar Kəlbəcərə. Yəni qorxurdular cəmaat. Biz özümüz Murovda postlar qurmuşduq. Murovdan ki, gələn maşınların hamısını qaytarırdıq geri. Bax, biz zaman olub, moment olub ki, mənim əlimdə avtomat, hətta sürücünün üstü avtomat çəkmişəm ki, hara gedirsən, hara qayıdır, cəmaat kinə köç aparırsan, panikaya salma. Hətta məni hədəliyib ki, Kəlbəcər getsə, mən sənin ailəni gəlib məhv edəcəm, demişəm olsun. Ümidimiz vardı, qoruya bilərdik. Sadəcə qoruya bilmədik. Bayaq dediyim səbəblər, arxasında böyük qüvvələr dayanırdı, Rusiya dayanırdı, açıq demək lazımdır, İran kömək edirdi, bu tərəfdən Fransa kömək edirdi, oradan Amerika kömək edirdi, nə cür? Hərəsi ya maddi cəhətdən həm də kömək edirdi. Azərbaycanın özündə daxili proseslər də buna bir təsir göstərdi. Tamam, doğru. O səbəblərin biri də elə oldu. Əslində bu daxili səbəblər, daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə. Səriştəsizlik, bəli. Ümumiyyətlə, torpaqlar nə vaxt işğal olunur? Hakimiyyət uğrunda mübarizədə kimsə birləşmək əvəzinə ki, bir rəhbər olsun da, hər adam rəhbər olmayacaq axı. O da yadınızdadır, 92-ci ildəki tarixi hadisələr, sonra 93-cü ilin ən ilk vaxtlarında mən aprel ayının mart ayının 23-də Novruz bayramında Kəlbəcərdə idim və mən məlumat aldım ki, Kəlbəcərə artıq ermənilər Göyçə tərəfdən yol çəkirlər. Qar, borandır, dağlar qardır. Amma ermənilər oradan bulduz yerlərinə yol çəkirlər. Gəldim, Bakıya qayıtdım, vertolyotla, helikopterlə gəldim və Respublika rəhbərliyi qarşısında məsələ qaldırdıq. Və Kəlbəcərin, demək, mən ayın 23-də rəhmətlik bizim keçmiş prezident Əbülfəz Elçibə ilə telefon danışığım oldu. Və mən Qərəmdə Kəlbəcər qərargahı yaratmışdıq Azərnəşirdə işlədiyim müəssisədə. Və bütün Kəlbəcər ziyalıları ətrafımızdaydı. Əlimizdən gələn hər cür yardım edirdik. Silah, sursat, geyim, nə bilim, mülkü adamları burada silahlandırıb, hərbi forma geyindirib göndərdik köməyə filan. Ordu olmadı, başpozuq orduydu. Mən sizə deyim, məsələn, indi Allah ölüb deyəsən, rəhmətə gedib, Cadaş Rızayev haqqında demişəm, mən Milli Məclisdə də sözümü demişəm, üzünə də demişəm birbaşa ki, sizin aynisin verilişində bizim tarixi çıxışımız olmuşdu. Orada nə dedim, sən mənə deyirdin ki, koordinat verin Kəlbəcəri bombalayaq, ermənilər hardan hücum edir? Dedim, mən müdafiə naziriyəm, mən müdafiəçi deyiləm, amma koordinatı sən bilməlisən. Sonra Dandon etiraf elədi, yox, mən bilməmişəm, düzdür istədi filan. Amma müdafiə naziri səviyyəsində Kəlbəcər heç bir kömək olmadı. Ancaq yerli özünün müdafiə batalyonları, zastavalar, sonra düzdür gəldi, Allah rəhmət eləsin, mərhum general Zaur Rızayev gəldi Kəlbəcərə, onu da qoymadılar orada qalsın. Bəlkə də Zaur Rızayev orada qalsaydı, bu proseslərin qarşısı alına bilərdi. Müəyyən təxribatlar oldu, müəyyən təbliğat
apardılar. Bu deyək ki, Azərbaycandan yadınıza gəlir 93-cü ildə 93-cü ilin demək aprelin martın 29-unda mən növbəti danışığım oldu telefonla, orada da məşhur bir danışığımız oldu. Orada kəskin ifadələr işlətdik bir-birimizə qarşı falan. Çünki Kəlbəcər gedir, mən deyirəm, mənim atam, anam hamısı Kəlbəcərdədir. 85 yaşlı atam, anam, qardaş, bacılarım. 10 uşaqdan biri Mahir qardaşım döyüşürdü, əskərdir. O bir qardaşım da könüllü getmişdi. Üçüncü də onlara kömək edirdi. Yəni, bütün ailə hamısı oradaydı da. Mən də qalmış, biz də burada kömək eləyək, Kəlbəcər qədər. Canımızla, qanımızla nə qədər Kəlbəcərlər getdi, Murovun başında cəmaatı qarşılamağa falan çox əziyyətlə çək. Amma heç bir şey eləyə bilmədik, çünki həm düşmən qüvvətli idi, həm hiləgəridir. Arxasında qüvvət deyəndə erməndə qüvvə yox idi. Məsələn, mənim qardaşım Mahir rəhmətli şəhid oldu sonra. Mahir tutmuşdu rasiya ilə ki, ermənilər tanklarında ruslar danışır, rus dilində danışırlar. Hətta bir polkovniki öldürmüşdü, cibindən sənəd çıxmışdı ki, bu basmaçıları tezliklə məhv eləyib, qayıdıram evimə Novosibirskdən olan bir rus polkovnik hərbiçisi. Həm o pulla bunlar muzlu gətirmişlər, həm də könüllülər çox gəlirdi. Məsələn, Fransadan Melkonyan Kəlbəcərin işğalında ən böyük xidmət olan Melko Melkonyan, sonra bizim milli qəhrəmanımız İbat Hüseynov onun başını kəsdi və o Melkonyan Kəlbəcərə vaxt verdi. Siz bayaq dediniz 10 saat vaxt verdi ki, 10 saatda sizi təhkimi Azərbaycan dilində ucadan danışanda cəmaət ona da getmədi, çıxmadı və təslim olmadı. Əslində salamat çıxmanın da bir yol oldu ki, o bizim hərbiçilər həm Şəhli dağını saxladılar, həm Murovdan gələn yolu saxladılar, boş saxlı. Bir də Ağdərədən gələn yolu nəzarətə götürdülər və ölən öldü, şəhid olan şəhid oldu, qalan da salamat bir hissəsi gəldi, çıxdı. Amma siz bayaq dediniz o Başlı Bel faciəsi. Kəlbəcərin hələ yerində olan zaman ilk faciə oldu, Ağdaban faciəsi. Məsələn, Ağdaban faciəsi 92-ci ilin aprelin 8-də. Ağdaban faciəsi miqyasına görə Xocalıdan balaca faciə deyildi. Ağdabanı bir kəndi bütöv yandırdılar. Ev, uşaq qoymadılar, qoca qoymadılar, xəstə qoymadılar. Nə bilim, evləri, mal qaranı hamısını məhv elədilər. Apardıqlarını aparmaqlarını orada yandırdılar. Yəni, Kəlbəcərin gözünü qırmaq üçün Ağdərəni elədilər. Üzrəm, Kəlbəcərin gözünü qırmaq üçün Ağdabanı işğal elədilər ki, cəmaatın gözünü qırsın, cəmaat qaçsın. Amma yenə qaçmadılar. Təsəvvürləyin ki, ondan sonra bir il dözdü cəmaat, bir il dayandı, mərd dayandı, qadınlar əlində silah dayandı, silahlar. Qadınlar Kəlbəcər işğalı zamanı bizim çox qadınlar hərəsi bir şüşə benzin doldurdu ki, əsir düşməmək üçün çıxmarıq, amma özümüzü yandırarıq, partladarıq falan. Böyük qəhrəmanlıq göstərdilər. Mən sizə deyim ki, məsələn, oldum, düzdür, məğlub olduq, amma Kəlbəcər o vaxt, Sovet hökuməti vaxtı bilirsiniz, şəhərlərə qəhrəman şəhər verdi. Əgər Azərbaycanda 2 qəhrəman şəhər veriləsəydi, Tərtər və Kəlbəcər olsaydı, biri Kəlbəcər olardı. Aydın. Mövzuya təbii ki, qayıdacağıq Ələfsət müəllim. Agil müəllim, elə sizlə davam elətdirmək istəyirəm. Bilirik ki, bu işğal dövründə Kəlbəcər kifayət qədər, belə deyək ki, işğala məruz qaldı. Oradakı həm belə deyək ki, mədəni abidələr və yaxud da ki, elə digər bəli, sular falan. Onlar hamısı kifayət qədər dağıdıldı. Ümumiyyətlə, soruşmaq istəyirdim ki, nə qədər ümumilikdə prosesləri ümumi götürsək, nə qədər maddi və mənəvi zərər dəydi Kəlbəcərə o dövrdə? Dəyən zərərlə bağlı müvafiq hesablamalar aparılıbdır Dövlət Komissiyası tərəfindən və ümumilikdə işğaldan azad olunmuş ərazilərdə erməni vandalizmi əsasında, nəticəsində 150 milyard dollar və ya 250 milyon manat iqtisadi zərər olubdur. Konkret Kəlbəcər üzrə zərəri sayanda mən konkret rəqəm səsləndirə bilmərəm Kəlbəcərlə bağlı. 250 milyon manat yox. Milyard, bəli, milyard. 150 milyard dollar və ya 250 milyard manat, bəli. Amma Kəlbəcərin 145 kəndi vardı, bir qəsəbəsi vardı, bir şəhər vardı. Böyük bir ərazidir də o dövr üçün. Əlbəttə, Azərbaycanın ərazicən ən böyük rayonlarından biri idi və Kəlbəcərin relyefinin mürəkkəbliyi həm də eyni zamanda iqtisadi inkişafın müxtəlif istiqamətlərini özündə tərənnüm edirdi. Kəlbəcər
Azərbaycanın belə deyək də 100 minlərlə baş xırda buynuzlu, 10 minlərlə baş iri buynuzlu heyvanlarının yaylaq sahəsi idi. Bütün Aran bölgəsinin 24 rayon üzr istəyirəm. 24 rayonun heyvanı təsərrüfatı gedir Kəlbəcərə. Digər tərəfdən Kəlbəcərin hələ SSR dövründə dünyaca məşhur olan İstisu sanatoriyası var idi. Digər tərəfdən Kəlbəcər kifayət qədər minlərlə dərman bitkilərinin məskənidir. Yəni Kəlbəcərdə yaranan iqtisadi zərəri görmək üçün də siz bayaqları qeyd etdiniz, kifayət qədər dağıdılıb. Ümumiyyətlə, erməni ayağı dəyən hər bir yerdə belə deyək də şumlanıb da. Yəni erməni vandalizminin mənzərələri orada yaşayış olub-olmadığını adamda belə deyək də tərəddüd yaradır. Elə bir vandalizmə məruz qalır. Və nəinki yaşayış məntəqələri, nəinki müəssisələr, sosial müəssisələr, istehsal müəssisələri, ümumiyyətlə təbiət. Yəni sanki təbiəti məhv etməyə girişmişdilər, təbiəti məhv edirdilər bu 30 il ərzində. Amma baxın, işğaldan azad olunandan bir il sonra artıq Kəlbəcərdə bir il ərzində 6 su elektrik stansiyası tikilmişdi. Yəni, torpağın sahibinin kim olduğunu bu iqtisadi göstəricilər ifadə edir ki, qurmaq, yaratmaq, abadlaşdırmaq. Bugün Kəlbəcərdə görülən infrastruktur quruculuğu istiqamətində görülən işlər hər birimizə məlumdur. Yəni, yalnız Kəlbəcərdə deyil, bugün mövzu Kəlbəcər olduğu üçün Kəlbəcər deyirəm. Bu iqtisadi saatların təhlili və kommunikasiya mərkəzi olaraq dövlət proqramlarının monitorinqi həyata keçirilir. O cümlədən böyük qayıdışla bağlı proqramın icrası ilə bağlı monitorinqlər aparılır. Həmin işğaldan azad olunmuş ərazilərin, o cümlədən Kəlbəcərin iqtisadi potensialı, gələcəkdə Azərbaycan iqtisadiyyatına nələri verə bilər? Bax, bu cür Qarabağnamə adında, digər adlarda həm icmallar şəklində, həm kitablar şəklində ictimaiyyətə təqdim edilir. Gələcək layihələr də var orada, yoxsa necə? Əlbəttə, gələcək layihələr də var. Çünki biz əgər SSR dövründəki rəqəmlərə nəzər salsaq, Kəlbəcər istər bitkiçilikdə, tütünçülükdə, heyvandarlıqda, turizmdə kifayət qədər paya malik idi. Qızıl, bəli, əlvan metallurgiyada kifayət qədər 130 tona yaxın qızıl ehtiyatı var, 20 tona yaxın civəyə ehtiyatı var. Yəni bunların hamısının... Civə zavodu vardı Kəlbəcərdə. Bəli, mineral sular. Bunların hamısının təsərrüfat dövriyyəsinə cəlb edilməsi Kəlbəcərin iqtisadi potensialını özündə ifadə edir və həm də erməni vandalizmi nəticəsində dəyən zərəri də dolayısıyla ifadə edir. Çünki bu potensial imkanlar 30 il ərzində Azərbaycanın ixtiyarında olmayıb, Azərbaycanın istifadəsində olmayıb, yox, əksinə insafsızcasına, israfcasına deməli dağıdılıbdır, istismar edilibdir. Bayaqlar hörmətli Əlövsət müəllim qeyd elədi Qızıl yatağından bağlı. Əslində elə SSR dövründə Kəlbəcərin mövcud olduğu dövrdə də ermənilər yeraltı öz əqidələrinə, öz xüsusiyyətlərinə uyğun yeraltı keçib yenə də Kəlbəcərə məxsus, yəni o zaman Azərbaycana məxsus Qızıl yatağını da istismar edirdilər. Yəni dəyən zərər, mən Başlıbel kəndindənəm, qeyd etdiyiniz o faciənin olduğu kənddənəm. Rayon mərkəzindən 60 kilometr uzaqda Kəlbəcərin bir, belə deyək də, Kəlbəcər iki istiqamətdə idi kəndlərin düzülüşü. Bir istiqamətdə Dəli dağın dibində sonuncu kənd idi. Orada məişət evi vardı, çörək sexi vardı, şirniyyat sexi vardı, uşaq bağçası vardı, poçt vardı, mədəniyyət evi vardı. Yəni, baxın, bir ucqar kənddə olan bu sosial evlər, hələ nə qədər şəxsi təsərrüfatlar, o dövrdə mövcud olan kolxoz təsərrüfatı, onların heyvandarlığı, əkin sahələri. Yəni, bir kənd timsalında dediklərim ümumilikdə rayonda itkilərimizi dolayısıyla ifadə eləyir. Amma bütün bunlarla yanaşı, mən bu sualla bağlı fikirlərimin ilk notlarından bitirmək istəyirəm ki, yəni bu günləri görülən infrastruktur quruculuğu, hörmətli Əlövsət müəllim bu məsələləri daha yaxşı bilir. Çünki o zaman hadisələrin içərisində yox, mən deyərdim, mərkəzində idi və uzun müddət Əlövsət müəllimin çalışdığı Azərnəşr dediyimiz qərargah Kəlbəcərlilərin bir toplam yeri, dərd bölgüsü yeri olubdur, dərdləşmə yeri olubdur. Kəlbəcər Murov dağından ümidinə qalmışdı, yəni başqa bir yolu yoxdur. Amma bu günləri baxın, Kəlbəcərə biz həm su qovuşundan, həm Ağdərədən, həm Murovdan, həm Laçından gedə bilirik və bütün bunlarla yanaşı həm də deməli, dünyada analogu olmayan 11,7 kilometr tunel çəkilir Murovun dağının dəlməklə birbaşa İstisusya çatacaqdır. Yaxın gələcəkdə həm də eyni zamanda o istiqamətdə dəmir yol, Gəncə-Kəlbəcər dəmir yolu deməli layihəsi, ilkin layihəsi mövcuddur və bütün bunlar hamısı Kəlbəcərin mövcud potensialının dövriyyəyə cəlb edilməsinə imkan yaradacaqdır.
daha çox imkan yaradacaqdır. Çünki əvvəl bir çıxışı varsa, bir yolu varsa, yol iqtisadiyyat, mədəniyyət, həyat deməkdir. Ümummilli liderin bu ifadəsi yolun əhəmiyyətini, infrastrukturun əhəmiyyətini ifadə edir və o yollar Kəlbəcərin potensialının reallaşdırılmasında öz sözünü deyəcəkdir. O zaman biz daha dəqiq görəcəyik ki, Kəlbəcəri itirməklə, Kəlbəcərin işğal dövründə biz nələr itirmişik. Bu günləri Azərbaycan bir üzükdirsə, Kəlbəcər orada brilyant qaşdır. Səhv eləmirəmsə, İsveç geoloqunda bir ifadəsi var ki, kim Tərtər çayı boyunca deməli, bəli, kim Tərtər çayı boyunca seyr etməyibsə, yalnız o İsveçrənin gözəlliyinə aşiq ola bilər. Yəni Kəlbəcərin gözəlliyini bir Kəlbəcərli olaraq yox, bir Azərbaycanlı olaraq ifadə edirəm. Yəni Kəlbəcərdə olan həm mineral ehtiyatlar, həm sənaye ehtiyatları, həm eyni zamanda təbiətinin əsrarəngiz olması, müxtəlif turizm növlərinin inkişafı üçün potensial imkanları və bununla bağlı perspektivləri biz yaxın gələcəkdə görəcəyik. Ümid edirəm ki, onda biz həm Kəlbəcərə gülüş gələcək, həm də eyni zamanda həyat daha da qaynar olacaq. Biz Kəlbəcərin nəyə qadir olduğunu, Kəlbəcərin Azərbaycan iqtisadiyyatının nələri verə biləcəyini onda görəcəyik. Aqil müəllim, yeri gəlmişkən turizm potensialından danışdınız. Bütün bu imkanlarını, yəni Kəlbəcərin bu imkanlarını nəzərə alsaq, turizmə nə qədər töhfələr verə bilər? Məsələn, indiki məqamda. Kəlbəcər yay, qış turizmdir, dini turizmdir, sağlamlıq turizmdir, müxtəlif turizm növlərinin inkişafı üçün yaylaq turizmdir, kifayət qədər əlverişli imkana və potensiala malikdir. Ümumi ilkin hesablamalara görə Kəlbəcər rayonu Azərbaycan iqtisadiyyatına mövcud potensial imkanların dövriyyəyə cəlb edilməsi ilə 3% üzərində qatqı vermək imkanındadır. Ümumilikdə Kəlbəcər-Laçın iqtisadi rayonunu nəzərə alsaq, Kəlbəcər-Laçın deməli iqtisadi bölgəsi 4,5% qədər Azərbaycan iqtisadiyyatına qatqı vermək imkanındadır. Əlbəttə bu bir daha qeyd edirəm ki, ilkin hesablamalardır. Bu ilkin hesablamalar Kəlbəcərin özündə hələlik belə deyək də potensial imkanları tam yerində qiymətləndirmə imkanları o qədər də açıq deyildi. Yəni Allah ermənilərə lənət eləsin. Partlamamış sursatlar, sərbəst hərəkət imkanlarının məhdudluğu, ona görə ərazi böyük olduqca o təhlükələr də böyükdür. O baxımdan yerində qiymətləndirəndə təbii ki, bu qeyd etdiyimiz rəqəmlərin daha böyük olacağını ümid edirəm. O ki, qaldı turizmlə bağlı müvafiq layihələr var, ilkin layihələr var, deməli, kanat turizmlə bağlı. Kəlbəcər elə yerdir ki, orada dediyimiz turizmin istənilən sahəsi yəni var. Kanat turizmlə bağlı, müalicə turizmlə bağlı, yəni kifayət qədər. Yalnız isti suya nəzər salsaq, il ərzində deməli 300 nəfəri qəbul etmək, il ərzində yox, daha doğrusu bir dəfədə deməli 300 nəfəri qəbul etmək imkanındadır. Bir kurs deyək ki, bəli. 12 gün ya 14 gün. Bəli. Bir isti suyun yarım litrini Əlövsət müəllim səhv etmirəmsə, $1.5 o vaxtı ermənilər qablaşdırıb satırdılar. Bu günləri isti suyun bir aylıq qazancı deməli 15 milyon manata yaxındır. Bunu nəzərə alsaq elə yalnız isti sudan Kəlbəcərin Azərbaycan iqtisadiyyatına verəcəyi qatqı məlumdur. Hələ o yol infrastrukturu tam açıq deyil axı. O tunel tam açılandan sonra o bəlkə 5 qat artıq olacaq. Bəli. Yol açıq deyil. Hələ yollar infrastruktur tam belə deyək də istismara verildikdən sonra təbii ki, bu rəqəmlər daha dəqiqləşəcək və daha da iri həcmdə Azərbaycan iqtisadiyyatına öz töhfəsini verəcəkdir. Aydındır. Əlövsət müəllim, biz bilirik ki, deməli BMT-nin qətnamələri oldu. Həmçinin də 1993-cü ildə BMT elə ilk qətnaməsini məhz Kəlbəcər üzərində tətbiq etdi. Amma bu kağız üzərində qaldı. Təəssüflər olsun ki, qeyd etdiyimiz kimi 2020-ci ildə Vətən müharibəsi zamanı Kəlbəcər bir güllə də atılmadan işğaldan azad olunan ərazilərimizdən biri oldu. İstəyirəm bu istiqamətdə də danışaq. 2020-ci ildə o proseslərə bir də nəzər salaq, Azərbaycan ordusunun gücü və s. Bir də ki, yeri gəlmişkən, burada relyef məsələsi də çox önəmli rol oynayırdı. Həm relyefi, həm hava şəraitini nəzərə alsaq, təbii ki, bu tədqirə layiq bir haldır ki, həmin anda, həmin zamanda o ərazilərimiz boşaldıldı. Sindara xanım, onun bir səbəbi oldu ki, bizim deyək ki, birinci ordumuz Azərbaycanın digər Qarabağı tam azad elədi. Bəli, o silahla digər ərazilərimizi, bəli. Şəhidlər verdi, azad olundu. Kəlbəcəri elə həm bayaq dediniz relyef nöqteyi nəzərindən, strateji cəhətdən elə yerdə idi ki, Kəlbəcəri vermək çox asanıdır, almaq çox çətindir. Təsəvvürən Kəlbəcəri təslim verməkdə biz faktik 93-cü ildə Kəlbəcəri təslim elədik yordusuzluqdan, bayaq dedim başpozuqluqdan, səriştəsizlikdən, bilməməkdən xəbər olmurdu.
Amma almaq çox çətindir. Məsələn, 5 qat şəhid verə bilərdi Kəlbəcər alanda. Bizim deyək ki, o vaxtı diplomatiya prezidentimizin o mahir diplomatik gedişi, mahir diplomatik addımları və balanslaşdırılmış bütün ölkələrlə siyasət Kəlbəcəri siz deyən kimi biz güllə atılmadan ermənilərin əlindən təsəvvür Yəni müqavimətsiz belə deyək ki, azad elədik. Onlar müqavimət göstərirdilər. Sadəcə gücləri başa düşdülər, gördülər əgər Şuşanı Azərbaycan ordusunun nə cür alıb o qayalara dırmaşa, hərbiçilərimiz şəhid verə-verə alıblarsa, nə cür ruhla gəlirsə, təbii Kəlbəcərdə alacaqdıq, o cür ruhla alasıydıq. Nə şəhid verəcəkdik, çoxlu şəhid olacaqdı. Biraz amma min şükür ki, o şəhidlər olmadı və Kəlbəcər azad olundu. Orada əslində bayaq siz bir yaxşı vurğuladınız ki, Kəlbəcərin gülləsiz alınması nə idi? Dünya göstərildi ki, Azərbaycan ordusu ilə bərabər Azərbaycanın güclü diplomatiyası var. Danışıqlar prosesi var, neytrallaşdırmaq var bəzi ölkələri. Bilirsiniz, aqressiv ölkələr hamısı, Fransası, Paşinyan tez-tez Makrona gündə 5 dəfə zəng eləyirdi. Axırı bezmişdi, telefonunu götürmürdü. Yəni, hər dədən kömək istəyirlər. Rusiya biraz dayandı, möhlət verdi falan. Onu da hamısını dayandırmaq olundu. Dövlətimiz dövlət tərəfindən dayandı, prezidentimiz tərəfindən dayandırıldı. O, Kəlbəcərin, bayaq dediniz, mən həmişə demişəm, 30 ildir deyirəm bunu ki, mən Qarabağın sülhlə alınmasının tərəfdarı deyildim. Və mən həmişə Milli Məclisdə çıxışlarında da demişəm və məni bəzən qınayırdılar. Dedim, mənim şəhid olsaq da hamımız şəhid olardıq. Hamımız olaq, amma torpağımız azad olunsun, çünki biz qürurla gəzək. Biz haşansa 30 ildə hansı xarici ölkə getmişiksə, biz orada utandığımızdan deməmişik Azərbaycanlıyıq. Mən demişəm Türkəm. Çünki adama belə bir şey baxırdılar, belə bir triyap bəski kimi baxırdılar ki, sən nə millətsən ki, sən 3 milyon bir ovuc erməni dığası sənin torpağını alıb oturub üstündə ağalıq eləyir, sən də gəlib buralarda veylənirsən. Və biz deyirdik, yox, biz çünki izah eləyirdik ki, təbii ki, biz Kəlbəcəri ermənilər almayıqdı, alan sizin qüvvələr var, falan var, bunlardır. Yerarxalı köpək qurt basar və buydu. Amma Kəlbəcərin özünün deyək ki, bayaq dedimsə, potensialı bayaq Aqil müəllim bir yaxşı nümunə çəkdi ki, bir kəndin nümunəsinə Başlıbel. O Başlıbeldir ki, Dəli dağın ətəyindədir, Laçınla sərhəddir, yəni və Qarabağla sərhəddir. Amma Başlıbeldən cəmaət çıxanda, siz bilirsiniz, orada çox böyük faciə kəhalarda nə qədər bizim sonra sümükləri tapdı bizim getdilər. Allah rəhmət eləsin hamısına, şəhidlərimizə. Və Başlıbeldən çıxan Molla İbrahim vardı, Molla Məhəmməd kişinin nəvəsi. O piyada gəlmişdi o yolları, yaşlı kişi. Hamısı piyada gəldilər. Tunel yolu bağlanmışdı. Ömər aşırımından da çox istifadə olunur. Ömər aşırımından, onlar yox. Çıxanda Kəlbəcərdən artıq tunel bağlanmışdı, ermənilər bağlamışdı. Başlıbel cəmaatı dağlarla gəldilər, çıxdılar. Kəlbəcərin başının üstdən piyada gəldilər. 40 günə gəlmişdilər. Mehdxan rəhmətlik, neçə 45 günə gəlib çıxmışdılar. Rəhmətli İbrahim kişi, Molla İbrahim, mənim Mahirin yasında göz yaşı ilə danışırdı, xatırladırdı, adam nətir, bəşirdi, belə şeylər görmək. Düzdür, biz görürdük, Dəmirovun başındakı müsibəti gördük, Qamışdakı müsibəti gördük. Amma Çinar xanım, bir nədir əsas bizim bugünkü milli ruhumuz qayıdıb, tək Kəlbəcər qayıtmadı, tək Qarabağ qayıtmadı. Qürurumuz qayıtdı, sınmış qürurumuz, zədələnmiş, üzr istəyirəm, namusumuz, qeyrətimiz zədələnmişdi, o qayıtdı bizə. Torpaq belə də 30 il yaşadı, deyək ki, gəldi Aran rayonlarında, Qarabağda yaşadılar, Aran Qarabağda, Azərbaycanın digər Bakıda, Şəkidə, öz evlərindəki kimi yaşadı. Mən yenə fürsətdən istifadə edirəm. Bütün Azərbaycan cəmaatına, Azərbaycan xalqına təşəkkür edirəm o rayonlara ki, Kəlbəcər cəmaatına, ümumiyyətlə Qarabağ qaçqınlarına, köçkünlərinə öz qardaşları kimi baxdılar. Öz bacıları kimi baxdılar, ailə üzvü kimi baxdılar. Yer verdilər, torpaq verdilər, heyvanların saxlamağa, tövlələrini verdilər. Mən bu 48-52 rayona səpələnmiş Kəlbəcərin hamısının yanında olmuşam. 5 il deputat olanda məcburudum, gedirdim, vəziyyətlərini görürdüm. Bir adam narazılıq eləmirdi. Bir Kəlbəcəri bir yerdə dilənçilik eləmədi. Çünki zəhmətkeş cəmatıdır, mərd cəmaatdır, həm də eyni zamanda gəldiyi yerlərdə də çox hörmət gördülər. Hara gedirdim, Kəlbəcər cəmaatından ancaq ağız dolusu tərif eşidirdim. Çünki əxlaqı, tərbiyəsi, o dədə-babadan qalma, hamısını saxlamışdılar. Ədəb-ərkan, hamısı qalmışdı. Mən sizə bir şey deyim, bayaq Aqil müəllimin sözündə misal gətirdim. Biz bir kəndin timsalında dedi. Kəlbəcərdə 145 dedi, 120 şimdi deyək ki, bugün o faktik balaca kəndləri çıxıram, 5 ev, 3 ev var. 120, 124 kənd var.
Mən bu günləri əsas problemlərin birini demək istəyirəm ki, bu canlı efirdir, sizə də Allah sağ olun ki, həmişə bu Kəlbəcərlə bağlı obyektiv şərait yaradırsınız, sözümüzü deməyə deyirik. Kəlbəcərin bu gün kəndlərin abadlaşdırılması məsələsidir. Nömrə bir məsələ budur, ən ümdə məsələ budur. Məsələn, bizim orada prezidentin nümayəndəliyi var, Kəlbəcər nümayəndəliyi. Çox razıdır cəmaatımızdan, cəmaat çox razıdır ondan. Qaynif qarışıb, oraya köçən cəmaatla elə bir evlidirlər də, o nümayəndəliyin bütün üzvləri ilə hər gün bir yerdə, dərdləri sərlər olanda, bayramları, Novruz bayramı keçirirlər bu yaxınlarda. Bəli. Noyabrın 25-də Kəlbəcər günü keçirildi, mən iştirak elədim. Çox yüksək səviyyədə, yəni həm Mədəniyyət Nazirliyi təşkil etmişdi, həm bizim nümayəndəlik və Kəlbəcər cəmaatının iştirakı ilə. Mən sizə deyim ki, mənim oradan heç bir narazılığım yoxdur cəmaatdan, amma mənim bir dənə bu günləri məni əsas incidən, məni daha çox yoran Kəlbəcər kəndlərinin bərpa məsələsidir. Təbii ki, bərpa olunur da. Bərpa nədir Çinara xanım? Demək ki, Simnara xanım, bayaq dedim, bir var ki, deyək ki, şəhərsalma komitəsi, idarəsi var. Kəlbəcəri şəhərsalma idarə edir da, o şəhər salır. Bu şəhərsalmanın kənd salma aidiyyəti yoxdur axı. Hər kəndin öz nümayəndəliyi var, hər kəndin özünün sakinləri var, yığsınlar, ziyalılar var, desinlər, hansı kəndi özün bərpa eləyə bilər, özünü. Yəni, dövlətə yardım, kömək lazım. Siz bugün Qarabağa baxırsınız, bütöv bir dünya səviyyəsində bir istehsalat, tikinti, böyük bir tikinti miqyaslı bir regiondur da. Qarabağ, adam gedəndə gözün böyüyür ki, bizim nə qədər texnikamız var bu tikinti, nə qədər insanımız çalışır, nə qədər yollar çəkilir. Qarabağa çəkilən yollar özü bu günləri dünyada analoq olmayan yollardır indi. O analoq olmayan sözdən çox adamın xoş gəlmir, amma real olanda demək lazımdır bunları. Məsələn, Kəlbəcərdə mənim kəndim, 100-dən çox ev var, 100 təsərrüfat var. Dünyanın ən gözəl kəndidir. Məsələn, Quzey Çiskin kəndi. Ən gözəl kənddir. Cənab Prezident də xoşu gəlmişdi. Hətta istəmişdi bir dəfə orada geçsin, bir yemək yesin, kəndi baxsın. Yağış yağdı, torpaq yol deyil, gedə bilməmişdilər. Gətirib qurmuşdular orada gəlib, bu Sarıbulaq deyilən yerdə. İşte orada bir gün gəlib o kəndə baxıb, dronla görmüşdü gözəlliyini. O kəndi gətirib birləşdirib hansısa kəndə, kəndi düzəngah ilə orada gətirin birləşdirin. Deyək ki, Kəlbəcərin Zar kəndi var, bu gün tikilib 600-700 çox böyük layihədir və mən onu təqdir eləyirəm. Orada mümkündür, amma o relyefdəki, onu gətirib birləşdirmək üçün gərək sən orada 1000 hektarlarla meşələri verəsən buldozerin qabağına, oranı şumlayasan, sonra gətirib orada kənd salasan. Yəni, relyef nəzərə alınmalıdır. Hazır bu kənd yerindədir da. Bu kəndə möhlət verin, kömək eləyin. Bax, bu gün Kəlbəcərdə xoşuma gələn nədir? Artıq Kəlbəcərdə özəl şirkətlər gedib tikinti tikir. Ev tikib satırlar. Bunu bəzən biraz gördüm, çox agresiv qarşıladılar. Dedim, niyə qarşılayırsınız ki? Qoyun olsun da, Kəlbəcərdə bir şəhər salınır da. Niyə Bakıda hündür mərtəbə binalar tikilər, Ağdamda tikilir, niyə Kəlbəcərdə tikilməsin? Dövlətin bu qədər maddi resursu yoxdur, imkanı yoxdur ki, hər yerdə bu evləri tiksinlər. Şəxsi şirkətdir, gedibdir. İndi başlayıb 9 ya 10 bina artıq başlayıblar, tikirlər. Və satacaq da bu adam yenə də sakinlər yaşayacaqlar orada. Kəlbəcəri yaşasın, Bakıdan gəlsinlər alsınlar, Şəkidən gəlsinlər alsınlar, nə olar? İndiyə kimi Kəlbəcəri Şəkidə, Qarabağda yaşayıb, Yolaqda yaşayıb. İndi onlar gəlsin, pulun verib ev alacaq. Burada qorxulası çəkinəsi bir şey yoxdur. Əsas biz fokuslandırmalıyıq kəndlərin bərpasına. Məsələn, mənim kəndimi deyirəm, bizim cəmaat əksinə heç bir kəndə köçmək istəmir. O digər kəndlər də onu kimi. Məsələn, imkanlı adamlar var, kəndçilər var. Deyirlər, qardaş, bizə imkan verin, dövlət faizsiz kredit versin, su da versin, gedim evimi tikeyim, bərpa eləyim. İndi düzdür, evlərin çoxu ev yoxdur əslində. Kəlbəcərdə bayaq dedi, çox düz dedi. Aqil müəllim ki, Kəlbəcərdə elə ermənilər elə eləyib ki, güya burada heç həyat olmayıb, yaşayış olmayıb. Amma mənim atamın tikdiyi ev daxma qalıb, ev qalıb, divarlar qalıb, fundament qalıb. Onu mən çox cüzi dövlətimdən vəsait almadan, yüngülvarı mənə qardaşlarıma kredit verər, kömək eləyər. Mən də gedərəm, yığışarıq, öz evimi biz bərpa eləyərik. İnfrastruktur, yol versin, yol var, yol çəkilibdir, yolsuz problem yoxdur. İşıqdır, bir də qaz məsələsidir. Qalan şeylər problem deyil. Yenə deyirəm, o kəndlərin birləşdirilməsi o Kəlbəcərin ekologiyasına çox böyük ziyan vuracaqdır. Bax, bunu açıq demək lazımdır. Buradan heç nə, birisi ekologiyanı məhv eləyəcək. Çünki, bax, bir qaz turbası çəkdilər Kəlbəcərə, qaz borusu. İnanın, bütün o gözəl meşələri qırdılar, nə bilim, təbiəti dağıtdılar. Və qaz turbası, tertər yol qırağı yol gedir də. Yolun qırağıyla, asfalt yolun qırağıyla çəkin də bu turbanı. Niyə eləyirsiniz? Bu nədəndir? Bunun səbəbi odur ki, o relyefi bilməyən adamlar işləyir orada. O relyefi gərək biləsən, o yerin sakinlərin, ağsaqqallarından, ziyalılarından, təsərrüfatı bilən adamların cəlb eləmək lazımdır. Başa düşürsünüz, bu qədər cahanşümul qələbədən sonra
imkan vermək lazım deyil ki, heç kim o Cahan Şumul qələbəyə kölgə salsın. Təbii ki. Yəni müəyyən o da kimlərdən nasıldır? Təsərrüfat rəhbərlərindən, idarələrdən, yadınızdadır Şuşa alınanda bizim bir neçə nazirlik müraciət eləmişdi ki, Şuşada gedirik, özümüzü, idarəmizi yaradırıq orada. Cənab Prezident nə dedi? Dedi, orası idarə yaratmağa getmirsən, idarən Bakıda var. Orada özünə ev şərait yaratmaq, villa tikmək istəyirsən. İmkan verməyəcək və vermədilər də. Şükür ki, Şuşa bu günləri o köhnə öz əsasını qaytarır. Mən Kəlbəcəri də elə görmək istəyirəm. Yəni Kəlbəcərdə indi oliqarxlar var. Hamısı dişin qıcıyıbdır bu saat. Kəlbəcər yaylaq yeridir. Heyvandarlıq aparsın. 5000 qoyun gəlmişdi bir nəfər, bir oliqarxın keçən il Kəlbəcərə. Artıq Kəlbəcər çobanlar, ev fermerlərinin onların arasında münaqişə yaranırdı. Aydındır. Aqil müəllimlə davam etmək istəyirəm. Aqil müəllim, ümumiyyətlə biz az öncə siz qeyd etdiniz o kitabda da ki, ümumiyyətlə Kəlbəcərin iqtisadi baxımdan gələcək prioritetləri yer alıb orada. Ümumiyyətlə yeni sahələr yaranıb da, bilirsiniz, ağıllı şəhər, ağıllı kənd, yaşıl enerji. Bu baxımdan Kəlbəcəri necə xarakterizə eləmək olar? Əlbəttə, təbii ki, qeyd etdiyiniz məsələlər qaçılmaz reallıqdır, qlobal çağırışlardır, istər rəqəmsallaşmadır, istər ağıllı texnologiyaların tətbiqidir və şübhəsiz ki, Kəlbəcərin də bərpasında bu qeyd etdiyimiz texnologiyalar tətbiq ediləcəkdir. Kəlbəcərin relyefinin mürəkkəbliyi Kəlbəcər iqtisadiyyatına biraz spesifik yanaşmalı tələb eləyir. Məsələn, Kəlbəcər qeyd edirik ki, heyvandarlıq, turizmlə bağlı böyük potensialı var. Arzu ediləndir ki, əlbəttə, Əlövsət müəllim qeyd elədiyi kimi, bütün yükü, xüsusilə bazar münasibətləri şəraitində dövlətin üzərinə qoymaq olmaz. Dövlət sadəcə burada təşviq edici müəyyən mexanizmlər təklif etməlidir. Layihələr verməlidir. Və məsəl üçün, hətta bir kənddən digər kəndə bəzən relyef elədir ki, bütün dövrlərdə getmək mümkün deyil. Xırda emal müəssisələrinin yaradılması, xırda tədarük müəssisələrinin yaradılması, ilkin məskunlaşma dövründə bu məsələlərin nəzərə alınması, dərman bitkilərinin tədarükündən bağlı, kənd təsərrüfatı məhsullarının tədarükündən bağlı, emal müəssisələrinin olması, bunların nəzərə alınması önəmlidir. Turizmə gəldikdə isə Kəlbəcərin demək olar ki, hər kvadrat kilometrində kifayət qədər həm su ehtiyatları, bulaqlar, mineral sular var və bunlar özləri, belə deyək də, təbiətin verdiyi resurslara sahibkarların bir balaca da olsa dəstək verməsi özü bir turizmi obyektini formalaşdıracaqdır. Turistik potensial baxımından nəzər alsaq ki, İstiüs ilə yanaşı Kəlbəcər həm də təbiət möcüzələri diyarıdır. Bu baxımdan əlbəttə Kəlbəcərin bir turistik məkan olaraq cəlbediciliyi heç bir şübhə doğurmur. Amma konkret olaraq həm dağ mədən sənayesindən bağlı, həm heyvandarlıqla bağlı, arıçılıqla bağlı artıq Cənab Prezident təşkil etdi, Kəlbəcər balı bir brend olaraq təqdim olunur. Arıçılığın inkişafından bağlı, dərman bitkilərindən bağlı. Bu istiqamətlərin təbii ki, gələcəkdə təşviq edilməsi, yəni sahibkarların, iş adamlarının, investisiya qoyuluşu həyata keçirən tərəflərin bu istiqamətdə yönləndirilməsi vacibdir. Bir məsələni də qeyd etmək istədim. Dünəndir səhv etmirəmsə, deməli, qlobal terrorizm indeksi adlı bir indeks açıqlanmışdı beynəlxalq indeksi. Azərbaycan orada ən təhlükəsiz ölkələrdən biri idi. Hansı ki, investisiya qoyuluşu üçün, investorların cəlb edilməsi üçün ən təhlükəsiz ölkə ifadəsi kifayət qədər vacib nüansdır. 13-cü Qlobal Bakı forumunda da Cənab Prezident qeyd elədi ki, bugün təhlükəsizlik məsələləri hər bir dövlət üçün prioritet olmalıdır. Çünki bütün məsələlər ondan sonra başlayır. Yaşadığımız regionda baş verən proseslər, geosiyasi durum və bu mühitdə Azərbaycanın sabitliyi, o cümlədən Azərbaycanın tərkibində Kəlbəcərə investisiya cəlb edilməsi baxımından mümbit şərait formalaşdırır. Təbii ki, burada əlbəttə dövlətin təşviq etməsi, dövlətin mövcud potensial imkanları həm pasportlaşma vasitəsilə, həm eyni zamanda müxtəlif təbliğat vasitəsilə çatdırılması və eyni zamanda cəlbedici tərəflərinin təşviq olunması önəmlidir. Bu halda hesab edirəm ki, Kəlbəcər mövcud infrastruktur imkanlarının reallaşması ilə, mövcud infrastruktur imkanların yaratdığı şəraitlə Kəlbəcər Azərbaycan iqtisadiyyatında kifayət qədər böyük töhfələr verəcəkdir. Eyni zamanda Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin əhatəsində yerləşir və artıq infrastruktur quruculuğu, Əlövsət müəllimin də qeyd etdiyi kimi Qarabağda analoqu olmayan, yəni doğrudan qısa müddətdə analoqu olmayan o qədər gözəl yolların çəkilməsi, beynəlxalq aeroportların istifadəyə verilməsi, yəni
3 il ərzində biz 3 aeroportu demək olar ki, ikisini tamamilə istifadəyə verdik, birini isə bir qısa müddət sonra inşa etdik. Bəli. Yəni bütün bunlar hamısı əlbəttə artıq o işğaldan azad olunmuş ərazilərin kommunikasiya çıxışlarını daha da asanlaşdıracaqdır. Kəlbəcərin potensial imkanlarının reallaşması üçün daha münbit şərait yaradacaqdır. Bu isə Kəlbəcəri Əlövsət müəllim fikrinin əvvəlində qeyd etdiyi kimi hansı ki ermənilər, düşmənlər, Azərbaycan istəməyənlər hələ SSR dövründə Kəlbəcəri yaşayış üçün uyğun olmayan bir yaylaq yeri kimi göstərdilər və bu qeyd etdiyimiz potensial imkanlar reallaşanda görünəcək ki, Kəlbəcər elə ən yaşamalı və ən deməli şəffaf, ən saf bölgələrdən biridir. Ümid edirəm ki, qeyd etdiyimiz məsələlər doğru. Üzr istəyirəm, Aqil bəy, bayaq bir yaxşı söz dedi ki, turizm deyil, siz dediniz turizm nədir? Turizm təkcə deyək ki, bu gün getdi bir kanal çəkildi və qış idman turizmi ilə mərkəzləşdirdi. Tək o deyil. Əlbəttə, bəli. Azərbaycanın o qədər zəngin yeridir Kəlbəcər. Mədəni abidələr, tarixi abidələr, bizim Alban abidələrimiz, Löv qalasından tutmuş, indiki Vəng qalası, bu bizim bu indi o məşhur qalalarımız hamısı çayların qıraqlarında, dağlarda o qədər hələ tədqiq olunmamış Lev qalası var məsələn. Tədqiq olmamış qalalarımız var, tarixi abidələrimiz var. Hər kəndin özündə turizm obyekti var. Hər kənd bir turizmi ünvanıdır. Məsələn, bizim kənddə turizmə, ora turist gətirsən, Arab gələn oradan baxır, heyran olur. Deyir, necə dünyanın belə kəndi varmışmı? Və yaxud da, bayaq dedik, məsələn, İstisu. O sanatoriyanın ərazisi ilə yerdə yerləşir ki, İstisu. Zamanında bir qayalıqların arasındaydı, yolu pis idi, gözəl yol çəkilir ora. Mənim bir bayaq dediyim məsələnin biri də bayaqları mən yenə dünən eşitdim ki, İstisu cəmaatında bir narazılıq var ki, niyə biz İstisuda yaşamalı deyilik? İstisuda sanatoriya tikilir. Bütün dünyanın hansı ölkəsinə gedirsənsə, tikilən sanatoriyaların ətrafında mülk evlərdir. Cəmaat evidir, şəxsi evlərdir, ya dövlət evləri tikib veriblər. İstisuda 4 mərtəbə, 3 mərtəbə, 4 mərtəbə, 5 mərtəbə evlər var idi. Böyük binalar vardı, orada işləyənlər orada yaşayırlar. Amma indi belə biraz bilirsiniz nətərdir, orada işini quran adamlar düşünmürlər ki, axı bu dədə babası qəbri bu torpaqdadır. Onun gözü oradadır, onu gətir ki, İstisuda yaşayan adamları çətin şəraitdə yaşayıblar, məktəbi olubdur. İstisu çörək fabrik kombinatı vardı, Kəlbəcəri təmin edir təhsil çörəklə o vaxtı. İndi əksinə daha çox eləyə bilər. O cəmaatı orada məskunlaşdırmaq lazımdır. O cəmaatın gözü başqa yerdə olmalı deyir, qurdun qarnı nə qədər doyurursansa gözü meşədədir. Çünki o meşədə yaşayır. Bu adamların nə qədər firavan həyat yaşasan onun yeri doğulduğu təbii ki, təbii ki. Çox sağ olun, təşəkkür edirəm. Minnətdaram hər birinizə gəldiyiniz üçün və fikirləriniz üçün. Qeyd edək ki, biz Kəlbəcərin işğal tarixindən, iqtisadi potensialından və orada aparılan quruculuq işlərindən danışdıq. Qonaqlarımız isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, İqtisad elmləri doktora Aqil Əsədov və keçmiş millət vəkili Əlövsət Ağalarov idi.